Bu cümlənin mənası təxminən belədir. Uşaq vaxtı məndə kəllədaxili təzyiq olub. Uşaqlıqda sənə belə bir problem deyilib. Atam, əmim, babam zobdan olmayıb. Ailəndə onların zob xəstəliyi olmadığını deyirsən. Babadan mənə yaxşısı keçib. Babandan sənə yaxşı xüsusiyyətlərin, məsələn, bəzi genetik xüsusiyyətlərin keçdiyini nəzərdə tutursan. Amma kəllədaxili təzyiqin babadan genetik keçdiyini bu cümlədən demək olmaz. Genetik sadəcə irsi xüsusiyyətlərlə əlaqəli deməkdir. Atanın dediyi zobdan olmayıb, babadan bizə keçib cümləsi belə başa düşülür. Bu zob xəstəliyindən yaranmayıb, ailədən, yəni babadan irsi xüsusiyyət kimi keçib demək istəyir. Amma konkret olaraq kəllədaxili təzyiqin babadan keçdiyini yalnız bu sözə əsasən demək düzgün deyil. Bunun səbəbini həkim müəyyən edə bilər. Atanın babadan sizə keçib deməsi, adətən babadan ailə yolu ilə sizə bir xüsusiyyətin keçdiyini nəzərdə tutur. Amma bu mütləq kəllədaxili təzyiqin babadan keçməsi demək deyil. Konkret nəyin irsi olduğunu dəqiq bilmək üçün həkimin izahı lazımdır. Atanın sənin oğluna keçəcək deməsi, yəqin ki, ailədən gələn bir xüsusiyyətin uşağa da keçə biləcəyini nəzərdə tutur. Amma bu, mütləq oğluna keçəcək demək deyil. Genetik xüsusiyyətlərdə belə qəti nəticə demək üçün konkret hansı xəstəlik və ya gen